Hər vaxtınız xeyir olsun. Güləş üzrə dünya çempionatı davam edir. Sərbəst və qadın güləşi üzrə artıq mübarizə başa çatıb və indi isə növbə Yunan-Roma güləşçilərinədir. Bildiyiniz kimi bu növdə milli komandamız son 2 ilin dünya çempiyonudur. Təbii ki, azarkeşlər yenə də bu komandamızdan uğurlar gözləyirlər. Bəs görəsən bu dəfə komandamız necə çıxış eləyəcək? Bu barədə danışacağıq. Qonağımız isə Olimpiya çempionu, 2 qat dünya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Güləş Federasiyasının İcraiyət Komitəsinin üzvü Fərid Mansurovdur. Xoş gəlmisiniz Fərid müəllim. Xoş gördük Sərxan bəy. Mən də ilk öncə sərbəst güləşdə qazanılan medallar münasibəti ilə, bir gümüş, 3 bürünc medal münasibəti ilə bütün Azərbaycan xalqını, Güləş Federasiyamızı, idman sevərləri, güləş sevərləri hamısını təbrik edirəm. Yəni keçənki nailiyyətlə bu ilki nailiyyəti müqayisə eləsək, sərbəst güləşdə keçən ilin dünya çempionatında bizim 2 medalımız var idi. Bu il isə 4 medalımız. Mən qənaət bəxş hesab edərdim bu nəticəni. O ki qaldı, artıq sabahdan Yunan-Roma güləşçilərimiz meydan üzərinə çıxacaqlar. Bütün güləşçilərimizə uğurlar arzulamaq istəyirəm. Həqiqətən də lazım olan təlim məşq toplanışları həm ölkə daxili, həm ölkə xaricində təlim məşq toplanışlarıdır, etik yarışlarıdır. Lazım olan tədbirlər keçirilibdir. Federasiya tərəfindən təbii ki, lazımı olan dəstək, lazım olan yarışın hazırlığı üçün nə lazımsa hamısı görülübdür. Sadəcə idmançılarımızın sağ-salamat çıxış eləməsi və qələbə qazanması qalıbdır. Fərid müəllim, başlayaq 55 kiloqramdan. Bu çəkidə bizi milli komandanın kapitanı, 4 qat dünya çempionu, ümumiyyətlə dünya çempionatları üzrə titul sayına görə rekordçumuz Eldəniz Əzli təmsil edir və hər zaman olduğu kimi yenə ondan təbii ki, qızıl medal gözləyirik və bəlkə də bir çoxları belə fikirləşir ki, 5-ci qızıl qazanıb elə buradaca bəlkə də karyerasını bitirəcək. Onu zaman göstərər. Təbii ki, diqqət çəkən onun əsas rəqibi Rusiya idmançısıdır, hansı ki artıq onunla 3 dəfə güləşib və son Avropa çempionatında da məğlub oldu. Daha öncə 2 dəfə də məğlub olmuşdu. İstərdim həm bu rəqiblə bağlı görüşünü, yəni əgər qarşılaşacaqsa, görüşünü necə proqnozlaşdırırsınız, həm də başqa elə bir idmançılar varmı ki, ciddi rəqib sayıla bilər? Ümumiyyətlə, bu güləşçi ilə Eldənizin görüşünün alınmamağı səbəb kimi təbii ki, bir mütəxəssis olaraq bu barədə istərdim fikrinizi biləsiniz. Bəli, düz vurğuluyursunuz. Eldəniz Əzli 55 kiloqramda ölkəmizi təmsil edəcəkdir Yunan-Roma güləş üzrə və dediyiniz kimi Eldəniz artıq 4 qat dünya çempionu tituluna yiyələnibdir. Və deyərdim ki, Yunan-Roma komandasında kapitan komanda kimi həm də qızıl medala ən favorit idmançılardan biri kimi deyərdim ki, Eldəniz Əzli həm öz hazırlığından, həm öz yaş idmanda olduğu təcrübə ilə mən böyük ümidlərlə inanıram ki, Eldəniz bu yarışda 5-ci qızılını qazana bilər. Təbii ki, bilirsiniz ki, söylədiyiniz Rus idmançıya Avropa çempionatında məğlub olmuşdu. Ancaq bundan öncə də Eldəniz məğlub olduğu rəqiblərindən mən məşq proseslərində apardığım müşahidələrdən görmüşəm ki, Eldəniz hər bir rəqibə individual bir hazırlığı vardı. Və inanıram ki, bu Rus idmançısına da o cümlədən Avropa çempionatından sonra fərd olaraq onun güləş üslubuna uyğun hazırlığını keçibdir, öz səhvləri üzərində işləyibdir. Və inanıram ki, Eldənizin onu udmasından ötəri yetərincə həm fiziki potensialı, həm yarış təcrübəsi vardır. Keçək 60 kiloqrama. Bu çəkidə bizi gənc və perspektivli Nihat Məmmədli adın diqqətimizi cəlb edir və Nihat Məmmədli ötən il 63 kiloqramda dünya çempionu oldu və bu ildə ikinci dəfə 60 kiloqramda Avropa çempionu oldu. Ümumiyyətlə, son reyting turundakı çıxışı da onu göstərdi ki, çox yaxşı formadadır və bəlkə də bu çəkinin əsas favoritidir. Amma 60 kiloqram güclü rəqabət olan çəkilərdən biridir. Ona da asan olmayacaq. Çünki hər halda dünya çempionatıdır. Onun şanslarını necə qiymətləndirirsiniz? Nihat Məmmədli həqiqətən də yaxşı təcrübəyə malik idmançıdır. Artıq bir neçə dəfə dünya Avropa çempionatlarının iştirak edib.
Bu illər biz Avropa çempionu olub, keçən illər dünya çempionu tituluna yiyələnibdir. Düzdür 60 kq çəki dərəcəsi Olimpiya proqramına düşən çəkilərdəndir. O yüzden fərqli olaraq bu çəki dərəcəsində rəqabətçiliyi daha böyükdür. Nihadın əsas rəqibləri Yaponiya, İran, mən deyərdim Qırğızstandan olan idmançılardır. Ancaq Nihad bu günlərin mən deyərdim ki, inkişaf dövründədir və o hər yarışdan, hər belə deyərdim də iri ildən o inkişaf etməkdədir və öz üzərində işləyən idmançıdır. Mən əslində Nihat Məmmədlidən də qızıl medal gözləyirəm və o buna layiq bir idmançıdır. 63 kiloqramda ölkəmizi təcrübəli Murad Məmmədov təmsil edəcək. O artıq bir dəfə bu çəkidə gümüş medal qazanıb dünya çempionatında. Bəs bu dəfə ondan hansı nəticəni gözləyə bilərik? Murad Məmmədova gəldikdə isə Murad Məmmədov elə bir idmançıdır ki, onda qələbə üçün lazım olan hər şey var. Sadəcə olaraq bu idmançının belə deyərdim də o gün olmalıdır. Bu idmançının bir tutması var. Bu idmançının günü olanda o idmançı bütün rəqiblərini uda bilər və günü olmayanda ən zəif belə rəqibə uduza bilər. Düzdür 63 kiloqramda da güclü rəqiblər var və mən arzu edirəm ki, Muradın günü olsun və o bizi sevindirsin. Dünya çempionu tituluna layiq görülsün. Çünki Avropa çempionu olubdur, dünya ikincisi olubdur. Bilirsiniz ki, Fransa Olimpiya oyunlarında 2004 Olimpiya oyunlarında 60 kiloqramda ölkəmizi təmsil edibdi və medal ümidlərimizdən biri idi. Amma çox təəssüflər olsun ki, bütün etimadları doğrula bilmədi. Mən fikirləşirəm ki, o əvvəlki səhvlərinə baxıb bir nəticə çıxarda bilər və burada öz qələbəsindən bir daha özünü sübut eləmək haqq qazanıb. 67 kiloqramda güləş azarkeşlərinin sevimlisi Həsrət Cəfərov çıxış edəcək. Son illər o qələbələrlə bizi sevindirib və son Olimpiya oyunlarında da bürünc medal qazandı. 3 qat Avropa çempionudur, baxmayaraq ki, hələ də gənc yaşlarındadır və bir dəfə dünya üçüncüsü və bir dəfə dünya ikincisi olub. Necə fikirləşirsiniz? Artıq qızıl medalın vaxtı çatıbmı dünya çempionatında da? Həsrət Cəfərov bilirsiniz ki, bizim ən qabaqcıl idmançılarımızdan biridir və qızıl medala həm layiq, həm də favorit idmançılardan biridir. Həqiqətən də öz əzmkarlığıyla, öz zəhmətindən, nizam-intizamıyla, eyni zamanda digər idmançılar da nümunə olacaq bir idmançıdır. Düzdür, 2024 Fransa Olimpiya oyunlarında biz Həsrət Cəfərovdan qızıl medal gözləyirik. Ancaq qızılın bir addımlığında Ukraynalı idmançı Pərvizə uduzaraq 3-cü yerlə kifayətlənməli oldu. İnanıram ki, siz də söylədiyiniz kimi 3 qat Avropa çempionudur, 2 dəfə dünya çempionatında medal qazanıbdır. Artıq qızılın vaxtı çatıbdır. Və mən deyərdim ki, mən bunu Həsrətdən də çox gözləyirəm və inanıram ki, qızıl medal ala biləcək. Çünki əvvəlki illərdə onun ancaq əzmkarlığı var idisə və indi isə artıq onun həm əzmkarlığı da var, eyni zamanda yarış təcrübəsi də çox alıbdır. Keçən 72 kiloqrama bu çəkidə bizi daha bir dünya çempionumuz Ülvi Qənizadə gözləyir. Ülvi keçən il bildiyiniz kimi bu çəkidə dünya çempionu oldu. Təbii ki, məqsəd titulu qorumaqdır. Bu il həm də Avropa üçüncüsü olub. Onun şanslarını necə qiymətləndirirsiniz? Ülvi Qənizadə sadadığınız kimi Avropa dünya çempionatlarında nəticələri var və o da həmçinin deyərdim ki, öz üzərində çalışan idmançılarımızdandır. Və inanıram ki, Ülvi Qənizadə keçənki nəticəsini təkrar edə bilər. Baxmayaraq ki, güclü rəqibləri var, amma Ülvi özü də onlar üçün zəif rəqib deyil. Təbii ki, burada 67 kiloda güləşən Pərviz Nəsibov Ukraynadan idmançı, o da 72 kilo güləşir. Baxmayaraq ki, bir çək yuxarı güləşir. Mən deyərdim ki, asan olmayacaq. Və bundan başqa Lori Lamadze Gürcü idmançısı və Macarıstanlı olan idmançılar bu çəkidə favorit idmançılardan sayılırlar. Sərbəst güləşdə olduğu kimi Yunan-Roma güləşində də orta çəkilər həmişə böyük rəqabətin olduğu çəki sayılır. O cümlədən də 77 kiloqram. Bu çəkidə bizi
dəfələrlə dünya Avropa çempionatında medal qazanmış Sənan Süleymanov təmsil edir. Amma son bir ildə sanki Sənanı bir uğursuzluq zolağına düşüb, olimpiyadada az qalmış zədələndi. Düzdür, orada xarakter göstərdi, yarı finala qədər irəlilədi. Amma medal olmadı. Ardınca bu Avropa çempionatında, reytinq turnirlərində necə fikirləşirsiniz? Bu sindromu bu il artıq qıra bilərmi? Onun hazırlıq səviyyəsində yəqin ki, bilirsiniz, məşqlərinə əsasən necə qiymətləndirirsiniz onun potensialını və rəqiblərini? Söylədiyiniz kimi 77 kiloqram çəki dərəcəsi də deyərdim ki, rəqabət sıxlığı çox olan çəkilərdəndir. Sənan Süleymanov həqiqətən də verilən tapşırıqları məşq prosesində %100 yerinə yetirən idmançılarımızdandır. Sadəcə olaraq zədələr ona tam hazırlaşmağına imkan verməyib. O yüzden də mən deyərdim ki, bəzi yarışlarda, Avropa, dünya çempionatlarında məğlub olmuşdu. Ancaq bu yarışa isə yenə zədəsinin olmasına baxmayaraq Sənan normal şəkildə hazırlaşıbdır. Təbii ki, bu çəkidə onun əsas rəqiblərindən biri Ermənistanın olan idmançı Amoyandır və digər ölkələrdən də var, Qırğızstandan var, İrandan var, İran idmançıları var. Amma inanıram ki, Sənan bu sərhədi keçə biləcək. Olimpiyadada da yadımızdadır ki, necə doğrudan mübariz uduzsa da mübariz çıxışı hamımızın yadındadır. Sənan, mən fikirləşirəm ki, medal qazanmaq imkanına malikdir və həqiqətən mən ondan medal gözləyirəm. 82 kiloqramda bizi gənc güləşçilərimizdən Qurban Qurbanov təmsil edəcək. Bu çəkidə biz artıq alışmışdıq Rafiq Hüseynovun çıxışına, hansı ki 2 dəfə dünya çempionu olmuşdu. İndi isə Qurban Qurbanov bu missiyanı sanki davam etdirməyə çalışacaq. Düz ötən il medala çox yaxın oldu. Debütdəcə medal qazana bilərdi, alınmadı. Amma bura Avropa çempionu statusu ilə gəlir. Favoritlərdən biri saymaq olarmı? Ümumiyyətlə onun bu yarışdakı şanslarını necə qiymətləndirirsiniz? Qurban Qurbanov bizim gənc idmançılarımızdandır. Artıq 82 kiloqram çəki dərəcəsində favorit idmançımızdır. Estafet ondadır və bu illərim Avropa çempionatının qalibi olmuşdur. Ümumiyyətlə Roma güləşində Avropa çempionu olmusansa, deməli dünya çempionatı medalını da, qızılını da qazanmaq ehtimalın böyükdür. Yəni Qurban şəxsən o idmançılardandır və özlərində daim çalışan idmançıdır. O yüzden də mən Qurbandan da medal gözləyirəm. Əyarın deyə bilməsəm də, amma istəyim odur ki, qızıl olsun. 87 kiloqramda bizi daha bir təcrübəli güləşçi İslam Abbasov təmsil edəcək. İslam dəfələrlə Avropa çempionatında medal qazanıb, daim perspektivli güləşçilərimizdən biri sayılıb, amma nədənsə dünya çempionatında o heç cür o medal sindromunu qıra bilməyib. Bu il uzun müddətdən sonra Avropa çempionatında yenidən medal qazandı və sanki bir qədər ümidləndirdi bizi ki, yəni yenidən sanki yüksəlişə qalxıb, amma rəqiblər də asan olmayacaq. Onun şanslarını necə görürsünüz? İslam Abbasov artıq neçə illərdir ki, ölkəmizi Yunan-Roma güləşində təmsil eləyir. Neçə dünya Avropa çempionatlarının iştirakçısı olub, mükafatçısı olubdur, olimpiya oyunlarının iştirakçısı olubdur. Ancaq İslam Abbasov haqqında mən onu deyə bilərəm ki, onun güləş üslubu elə bir güləş üslubu var ki, bu siyahıda olanların hamısı ondan ötəri rəqibdir. Düzünü desəm qızıl yox, amma yaxşı güləş göstərdiyi halda medal qazana bilər. Keçək 97 kiloqrama. Bu çəkidə bizi gənc Murad Əhmədiyev təmsil edəcək. Düzdür, ona da yəqin ki, çətin olacaq. Çünki bu çəkidə də kifayət qədər özünü təsdiqlənmiş və nəticə vermiş güləşçilər var. Siz bu çəkinin favoritləri olaraq kimləri görürsünüz? Murad bilirsiniz ki, U23-də U23 Avropa çempionatının qalibi olubdur və Muradın qələbə qazanmaq üçün potensialı var. Ancaq mən bundan qabaq sadaladığım bizim idmançılardan fərqli olaraq Murad öz üzərində daha çox çalışmalıdır. Daha çox məşq proseslərində daha aktiv olmalıdır ki, qələbə qazansın. Mən açığı Muradda təbii ki, rəqiblər yaxşı düşdüyü halda bürünc medal qazana bilər. Siz bilirsiniz ki, 97 kiloqramda bu çəkinin əsas favoritlərindən biri Artur Aleksandyandır. Ermənistandan iştirak edən idmançı, 2 dəfə olimpiya çempionu, dəfələrlə dünya Avropa
çempion olmuşdur. Ancaq güləşdir. Hər halda hər bir idmançımız özünə inanmalıdır və mübarizə uğrunda mübarizə aparmalıdır, qələbə qazanmaq naminə. Və nəhayət son çəkiyə gəldik. 130 kiloqramda ölkəmizi növbəti dəfə Beka Kandelaki təmsil edəcək. Onun kifayət qədər Avropa Dünya Çempionatları təcrübəsi var. Amma hələ ki dünya çempionatında medalı yoxdur. Sizcə bu dəfə bu sindromu qıra bilərmi? Beka Kandelaki bilirsiniz ki, artıq neçə ildir ölkəmizi təmsil edir bu çəki dərəcəsində. Amma təəssüflər olsun ki, medal qazana bilməmişik bu çəkidə. Bilirsiniz ki, bundan öncə 130 kiloqramda ölkəmizi Sabah Şəriəti təmsil edirdi və Avropa mükafatçısı olmuşdu, Olimpiya oyunlarının mükafatçısı olmuşdu və artıq idman karyerasını bitirəndən sonra estafet Bekadadır. Beka haqqında mən eynən Murad haqqında dediklərim Beka haqqında demək istərdim. Yəni bu çəkilərdə ölkəmizdə belə rəqabət sıxlığı zəif olduğundan və Yunan-Romada sərbəst güləşə nisbətdə bu çəkilərdə hərəkətsizlik, dinamika biraz aşağı səviyyədədir. O yüzden də bu çəkilər fiziki baxımdan daha sağlam olmalıdırlar, daha güclü olmalıdırlar. Yəni burada biz yarışlara da nəzər salsaq baxarıq ki, 130 kiloqramda görüşlər əsas 2-0, 1-1, 2-1 belə xallarla gedir. Böyük xallar burada olmur. Asla söyləsəm medal çətin olacaq, amma yenə də güləşdir. Və son olaraq istərdim ümumi olaraq komandanın vəziyyətini qiymətləndirək. Belə bir idmanda deyim var ki, çempion olmaq çətindir, amma çempionluğu qorumaq ondan da çətindir. Biz bura dünya çempionu statusuna gəlirik, özdə ikiqat dünya çempionu. İndi bilirəm, güləş azarkeşi olaraq hər bir adam yenə 3-cü çempionluğu gözləyir, amma başa düşmək lazımdır ki, indi rəqiblər bizə bəlkə də ikiqat ciddi yanaşırlar və bu daha çətin olacaq. Bu vəziyyətdə necə qiymətləndirirsiniz? Siz onu düz vuruladınız. Biz bura qalib kimi gəlmişik və bilirsiniz ki, bu qələbəni qoruyub saxlamaq daha çətindir və idman azarkeşləri də hər zaman bir yerdən ki, nəticə görürlər, o nəticənin dalını görmək istəyirlər. O yüzden də məsuliyyətimiz daha ağırdır. Ancaq belə götürəndə komandamızda kifayət qədər bayaqlarım sadaladıq. 10 çəkidən 10'unda da demək olar bütün çəkilərdə idmançılarımız, dünya Avropa mükafatçıları, çempionlarımız var. Bu da onu söyləməyə əsas verir ki, bizim komandamız həqiqətən də lider komandadır və mən komandamızdan böyük ümidlə qızıl medallar da gözləyirəm və inanıram ki, qızıl medallarımız olacaq. Təbii ki, indi gümüş, bürünc bunlar da düzdür, bunu söyləmək özü bir məsuliyyətdir. Ancaq komandanın abu-havasını, komandada olan aparıcı idmançıları görüb bunu deməyə məncə əsas var. Və fürsətdən istifadə edib Yunan-Roma komandasına uğurlar arzulayıram. Sabahdan bu güləş meydanında gərgin mübarizələrdə zədəsiz qələbə ilə meydanı tərk eləsinlər. Çox sağ olun. Biz də bu xoş sözlərlə bu verişimizi yekunlaşdıraq və sizin sözlərinizə qoşularaq bütün komandamıza uğurlar arzulayırıq. İnanırıq ki, hər zaman olduğu kimi Yunan-Roma güləşçilərimiz yenə bizi qələbələrlə sevindirəcəklər. Sağ olun. Sağ olun.